Xoş gördük sizi xanımlar. Mən sizə Leto serisindən olan SPF 30 haqqında danışmaq istəyirəm ki, artıq yay fəsli gəldiyinə görə SPF-lərdən istifadə etməyə başlamalıyıq. Mənim SPF-im qurtarmışdı və mən yenisini aldım. Çünki SPF-lər yeni qablaşdırmada gəliblər. Çox gözəldir. Dərini dərin qatdan nəmləndirir və həmçinin ağarıcı rolunda oynayır. Çox gözəldir. Amma makyaj altı baza kimi də istifadə edə bilərsiniz. Dərini dərin qatdan nəmləndirir. Günəşin şüalarından, yanıqlarından qoruyur və həmçinin də belə dərinizdə çimərkən də istifadə edə bilərsiniz. Çünki bilirsiniz ki, dərinizdə çimərkən günəşin şüaları daha çox yandırıcı olur, şəhərdə gəzəndə daha çox yandırıcı olur açıq yerlərdə və ona görə də bundan mütləq istifadə edirsiniz. Gün boyu dərinizi çox gözəl formada saxlayır. Baxın, nə qədər qatı yaxmışdım, amma onunla belə çox gözəl formada yayıldı. Bax, görürsünüzmü? Və həm yumşaqlığı da hiss olunur ki, dəridə nə qədər baxın yumşaq oldu. Həmçinin də dərin qatdan nəmləndirdiyi üçün çox da gözəl yumşaqlıq hissi oyadır, dəriyə oksigeni çatdırır.